Salam benim canlarım, benim kanalıma hoş geldiniz. Ben akşamdan toyuğu bastırma eləmişəm. İndi də kazanıma silmişli yağı tökdüm. Toyuğu da, soğanı da əlavə elədim kazana. Birlikte qovurup sonra bir güzel lezzetli plov hazırlayacağım. Plovu pişirmək məndən, adını tapma sizden. Ne plovudur? Bu plov ne adlarımız? Necə adlarımız? Ben tuzu əlavə eləmişəm. Sarı kök, qarastot, indi də zirə əlavə eləyirəm. Zirəsiz plov mu olar? Особо дат verir zirə plova. Привет, дорогие гости моего канала. Сегодня я готовлю очень вкусно, ароматно, необычно плов по-азербайджански, конечно. Я вчера курицу купила, нарезала, помыла, несколько часов оставила на холодную воду, потом мариновала. Положила в холодильник. Когда мариновала, я больше ничего не добавлю, только лук, соль и черный перец, куркума. Сейчас зря добавила. Сливочным маслом я сейчас пожарю. Canlarım benim. Kavrulmaya devam ediyor. Ben burada bir tane toyuq doğramışam. 2 tane iri soğan. Benim canlarım, ben indi qaysını birdən şabalata əlavə elədim. Дорогие мои, сейчас я добавила сюда алчу сушеную и каштан. Сейчас рис добавлю. Ben düğümü əlavə edirəm. Qazanma. Bunları mən samavardan qaynalmış su əlavə edib. İndi ağzını örtüb orta dərəcədə qoyuram. Ne çok ve ne совсем aşağı deme koyduğumuz kimi yok, orta derecede. Bunlarım benim demək olar ki suyu çəkilibdir. İndi burası ortasını oyub üzümdə kişmişlər əlavə edirəm. Salam benim canlarım, benim plovum hazır. Çevirdim leğenin içine. Çünkü yağ yığılır dibine. Ona göre kazanın dibine. Bunlarım benim çok tatlı plovumuz hazırdır. Дорогие мои, очень вкусный плов наш готов. Просто обалденно. Süzülmemiş plovumuzdur. Bakın böyle. Çok güzel, çok ətirli. Dəndən düşübdür. Süzülmemiş plovdur.